Hər kəsə salam. Bugünkü mövzumuz so do I, neither do I-dır. Ümumiyyətlə bu qayda sadə qaydadır. Sadəcə olaraq bir neçə məqama diqqət yetirsəniz, sizə daha çox asan olacaq. Gəlin baxaq. İlk öncə izah edirəm, daha sonra testin üzərində sizə daha yaxşı başa salacağam. So do I, neither do I-da əgər inkar varsa, baxın, inkar varsa, eyzə və neither-dən istifadə olunur. Yəni baxın, so-dur, to-dur, also-dur, qəti formada olmaz. Təsdiqdədirsə tərsinə. So, to, also olar. Baxın, bu olar. Ancaq eyzə, neither, not olmaz. Olmaz. Gəlin indi işlənmə yerlərini baxaq. Baxın, eyzə cümlənin sonunda işlənir. Mütləq şəkildə də cümlədə inkar olmalıdır. Baxın, inkar olmalıdır. Ancaq neither isə cümlənin əvvəlində işlənir. Sonda olmaz. Və cümlədə də başqa inkar olmaz. Çünki neither'ın özü inkarlıq bildirir. Baxın, never'dir, no longer'dır, no, no more, hardly, neither of. Baxın, bunların özü inkardılar. Bunlara görə biz əlavə ayrıca həmin cümləyə inkar qoya bilmərik. Çünki bildiyimiz kimi bir cümlədə iki inkar olmaz. Daha sonra, əgər cümlədə but varsa, bunu da bilirik. But varsa bir tərəf təsdiqdədirsə, digər tərəf inkarda və yaxud ki, birinci tərəf inkardadırsa, digər tərəf təsdiqdə olmalıdır. Bunu da bilirik. Daha sonra, baxın, cut, let, put, read, cost. Baxın, bu kimi ifadələr, biz bunları qaydasız feillərdə də keçmişik. Bu sözlər bizə tanışdır. Çünki bunlar ümumiyyətlə dəyişməz olaraq qalırlar. Sadəcə olaraq biz bunların hardan bilirik ki, indiki zamandadır. O da ki, feilin sonunda s şəkilçisi olması ilə cut, let, put. Baxın, burada da yazılıb. Əgər adi yazılarsa, cut, let, put və s. belə yazılarsa, o zaman did. Baxın, did yazırıq. Yox, əgər cut, let, put, baxın, belə bir şeylər yazılıbsa, o zaman do və yaxud da ki, does-dan istifadə edirik. Daha sonra gəldik, baxın bura. 7-ciyə biraz diqqət yetirməlisiniz. Baxın, have-də necə olur? Əgər have-dən sonra feil varsa, have olaraq elə qalır. Yox, əgər have-in özü yeganə feildirsə, yəni have-dən başqa cümlədə feil yoxdur, başqa feil görmürüksə, have-in özü yeganə feildirsə, o zaman do və does eləyirik. Eynən də have to, has to olarsa, o zaman da do və does olur. Daha sonra gəlin baxaq 9-a. Baxın, bura baxaq. Deməli, əgər be-dirsə, yenə də be olaraq qalır. Modaldırsa, modal olaraq qalır. Have-dirsə, baxın, bayaq dediyim kimi, əgər have-dən sonra feil varsa, have olacaq. Yox, əgər feil yoxdursa, do və yaxud ki, does-a keçəcək. Ümumiyyətlə, be-dir, modaldır, have-dir, heç biri yoxdursa, o zaman baxırıq cümləmizə do, did, does-dan istifadə edirik. İndi isə gəlin, həmin keçdiyimiz qaydanı testlər üzərində daha da təkmilləşdirək. Deməli belə, bir də uşaqlar, baxırıq, görürük ki, cümləmiz təsdiqdədir. Baxın, cümləmiz təsdiqdədir. Cümləmiz təsdiqdədirsə, biz avtomatik olaraq inkarları çıxırıq. Baxın, C çıxır, D çıxır. Daha sonra, baxın, to-nu gətirib, to olan cümləyə də not gətirib. Bu düzgündür sizcə? Xeyr, olmaz. So, to, baxın, bunlar so, to, also-dur, bunlara təsdiq olmalıdır, inkar olmaz. Qaldıq A ilə B arasında. Bizim cümlədə nəyimiz var? Is. Is də hansıya aiddir? To be-yə aiddir. Ona görə to be lazımdır bizə. Yəni, əmizardan lazımdır bizə. Ona görə cavabımız A variantı olur. Biz orada do gətirə bilmərik. So, do, I gətirə bilmərik. So, am, I olacaq. Daha sonra keçdik ikincidə. İkincidə uşaqlar, gördüyümüz kimi yenə də cümləmiz təsdiqdədir. İnkarımız yoxdur. İnkarımız yoxdursa, deməli, C-ni çıxırıq. Baxın, C-ni çıxdıq. Sonra, baxın, to-nu gətirib yenə də wasn't yazıb, olmaz. D də çıxdı. Sonra qaldıq A, B və Y variantları arasında. Uşaqlar, Y variantda quruluş səhvdir.
Was qabaqda olmalı idi, cat sonra olmalı idi. Ona görə Y çıxdı. Cümləmizə baxırıq. Görürük, baxın, was-la verib. Ona görə did də çıxdı. Cavab qaldı B variantı. Sonra keçdik 3-ə. Gəlin baxaq 3-ə. Yenə də cümləmizdə baxıram ki, bizim inkarımız yoxdur. İnkar olmadığına görə, baxın, eyzə inkara aiddir. Baxın, eyzə inkara aiddir deyənə C variantı çıxır. Sonra neyzə inkara aiddir deyənə o da çıxdı. Burada quruluş səhvdir Y variantında. Ona görə Y variantı çıxdı. So he is olmalı deyildi. Əgər olacaqsa so is he olmalıydı. Baxın, burada da I am var. Yenə də baxın, to be var. To be olduğuna görə biz götürüb does yaza bilmərik. Ona görə A da çıxdı. Cavabımız qaldı B variantı. Sonra baxırıq 4-ə. 4-də uşaqlar yenə də həmçinin baxın, cümləmizdə bizim inkar yoxdur. İnkar yoxdursa uşaqlar, biz onda inkarları buradan çıxmalıyıq. Bizə təsdiq lazımdır. Ona görə A variantı çıxdı. Cavablardan neyzədir? Y variantı da çıxdı. D variantı da çıxdı. Qaldıq B ilə C arasında. Baxırıq, cümləmizə are var, yəni to be-dir. To be olan yerdə biz to be gətirməliyik. B variantı da çıxdı. Cavab qaldı C variantı. 5-ə baxırıq, uşaqlar. 5-də yenə də uşaqlar, bizdə inkar yoxdur. Baxın, əgər cümləmiz inkar olsaydı, o zaman artıq biz inkarları seçəcəkdik. Neyzə seçəcəkdik, eyzə seçəcəkdik. Ona görə inkarımız yoxdur deyə uşaqlar. Biz inkarları çıxırıq. Baxın, to təsdiqdədir, don't olmaz. Ona görə A çıxdı. Sonra neyzə inkara aiddir, B də çıxdı, C də çıxdı. Qaldıq E ilə D arasında. Baxırıq uşaqlar, speaks görürsünüz. İndiki sadə zamana aiddir. İndiki sadə zamanda da bilirik ki, do, does-la düzəlir. Ona görə cavabımız qalacaq Y variantı. Biz götürüb ora to be yaza bilmərik. Ümid edirəm ki, dərsimiz sizə maraqlı oldu. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Görüşərik.